Aha. Sonra bunlara icazə verməyiblər. Çünki Din gəldi deyə. söhbət ondan gedir. Bizimkilər Allahın məsələ din oxudular. Mən demirəm dindən getmək lazımdır. O da bizim əxlaqımızdır, mədəniyyətimiz. Din mənim üçün xanım əqidədir, həqiqətdir, düzgünlükdür, ədalətdir. Din mənim üçün vicdandır. Din mənim üçün tərbiyədir. Başqasının haqqına girməməkdir, oğurluq eləməməkdir, Sizcə zinalıq alət deyil? eləməməkdir. Bu dinin bu hissəsi mənim üçün ən gözəl din bizimkidir. Amma qalan şeylərin hamısını xurafat sayıram. Çox şeylər. Siz Bizimkilər xurafata. Bu kişi ehsan verirlər, dəhşətdir. Yiyib içmək, bir dənə araq qalıb orada. Belə ehsan olmaz. Bunların hamısını düzəltmək lazımdır. Bizim toylarımız biabırçıdır. Musiqimizin çox yüksəkdən olması toylarda. Bunlar mənim xoşuma gəlmir. Yox, belə olmalı deyil. Hardan başlamalıyıq dəyişməyə sizcə? Özümüzdən. Sən özünə və mən özümdən. Ədalətli, vicdanlı, haqq. Mən bir yerdə demişəm ki, xalqın da, dövlətin də, millətin də sərvət onun ziyalısıdır. Bir ziyalı yalaqsa, yaltaqsa, bir it yalına hürürsə, o millətin bayanıdır. Sovet hökumətinin dövründə belə deyil. Bundan da betər. Yaltaqlığın üzərinə də üzr istəyirəm. O vaxtı bizim Komünist Partiyasının rəhbərləri vardı. Orada onları tərifləməsə nə qaradılar? Onlar. Siz nə danışırsınız siz? Ego show. Biabırçılıq idi. Haklısınız. Sən ləni dəydikcə Brejnevi tərifləməz bilərsən, sən? Sən nədir? Dəhşət idi o vaxtı. Çox qorxulu zaman idi. Bax, cıqqırını çıxar. Deməli, Stalin ölüb 1953-cü ildə. Səlim müəllim gəlib atama deyirdi, Mahmud elə Stalin ölüb. Bunu mən də eşitdim. Mən onda 7-ci sinifdə oxuyordum, 53-cü ildə. Dedi, burada deyirsən, içərdə demək, öldürərlər sən, nə danışsan? Qorxunun hökm sürdüyü... İnanırsan, yalandan, ürəyində söyür onu, Stalini. Atam da anam da, amma ağlaşırdılar hamısı.